Bugün Azərbaycanda milli bayram olan 28 may Müstəqillik günü qeyd olunur. Bugün Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 107 il ötür. Xalqımızın şanlı səhifələrindən olan milli azadlıq mübarizəsinin nəticəsi sayılan Cümhuriyyət müasir dövlətçilik tariximizdə mühüm yerə malikdir. Cəmi 23 ay fəaliyyət göstərmiş Cümhuriyyət Şərqin siyasi həyatında mühüm rol oynadı. Dövlətçilik tariximizin əsaslarını daha da zənginləşdirdi. Azərbaycanın ilk parlamenti və hökuməti təşkil edildi. Ölkənin sərhədləri müəyyənləşdirildi. Milli atributlar, bayraq, himn və gerb təsis edildi. Azərbaycan dili dövlət dili elan edildi. Milli ordu formalaşdı. Təsadüfi deyil ki, zəngin mədəni tarixi ənənələrə malik olan Azərbaycanın ilk universiteti də təsis olundu. Vətəndaşların mülki və siyasi hüquqlarının qorunması, bütün xalqların və hər kəsin milli, dini, irqi və cinsi məsuliyyətindən asılı olmayaraq bərabər hüquqlu inkişafı üçün münbit şəraitin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannaməsində əksini tapıb. 18 yaşına çatmış bütün vətəndaşlara, o cümlədən qadınlara səs vermə hüququnun verilməsi isə həmin dövr üçün bir çox Avropa dövlətlərində belə gündəmə gətirilməsi mümkün olmayan elə bir demokratik dəyər idi ki, bu fakt azadlıq və demokratiya beşiği sayılan Avropa ölkələrində bugün də heyranlıq və qibtə doğurmaqdadır. Məhz universal dəyərlərə, insan hüquq və azadlıqlarına təminat yaradan prinsipləri dövlət idarə etməsinin əsas prinsipləri kimi qəbul etməklə Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğunun ilk günlərindən etibarən Şərqin, İslam və Türk dünyasının mütərəqqi dövlət modeli kimi qəbul edilməyə və fəaliyyət göstərməyə başladı. 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də Bolşevik işğalı nəticəsində devrildi. 1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı 20-ci əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. 1993-cü ilin may-iyun aylarında Azərbaycanda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyimizin itirilməsinə real təhlükə yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Cümhuriyyətin adının özünə qaytarılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv materialları açıldı. Elmi işlər reallaşdı, həqiqətlər ortaya çıxdı. Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarix, bu illər ərzində xalqın həyatının bütün sahələrində baş verən dirçəliş, müasir müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Uzaq görən liderin həyata keçirdiyi təxirə salınmaz tədbirlərin nəticəsi kimi bir tərəfdən milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelerini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Digər tərəfdən isə bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyatı əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Ölkə daxilində yaranmış nisbi sakitlikdən və beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında əsrin müqaviləsi adlanan ilk neft müqaviləsinin imzalanması və gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. 2003-cü ildən sonraki dövr isə böyük yolun davamı kimi dəyərləndirilir. İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının prezidenti seçildiyi vaxtdan iqtisadiyyatın bütün sahələrinin, xüsusilə qeyri-neft sektorunun inkişafını, xalqın sosial rifah halının yaxşılaşdırılması məsələlərini daim diqqətdə saxlayır. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməklə yanaşı, həm də dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hər tərəfli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin sərəncamları ilə 2018-ci il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti ili elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.
Həmin qanun təsdiq ediləndən sonra 28 may Respublika günü Azərbaycanda müstəqillik günü kimi qeyd edilir. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal Bəyannaməsi abidəsi ucaldıldı. Respublika günü 1991-ci ildən dövlət müstəqilliyinin bərpasından sonra dövlət bayramı kimi qeyd olunur. 15 oktyabr 2021-ci ildən Respublika gününün adı dəyişdirilərək Müstəqillik günü elan olunub. Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixdə təsdiqlədiyi Müstəqillik günü haqqında qanuna əsasən mayın 28-i Müstəqillik günü elan edilib. Bu tarixə qədər 28 may Respublika günü kimi qeyd olunub. 2020-ci il sentyabrın 27-sində Azərbaycan ordusu işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında 44 günlük savaş nəticəsində böyük zəfərinə imza atdı. Bu qələbənin başlıca səbəbi Prezident Ali Başkomandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Bu tarixi zəfər Azərbaycanın müstəqillik tarixinin qızıl səhifəsidir. Xalqımız 28 may müstəqillik gününü artıq qalib xalq kimi qarşılayır. Bu əziz bayram erməni işğalından azad edilmiş torpaqlarda da qeyd olunur. Üç rəngli bayrağımız ata-baba yurdumuz Qarabağda, Şuşada, Xankəndidə, Laçında, Ağdamda, Zəngilanda, Füzulidə qürurla dalğalanır. Müstəqilliyimiz əbədi olsun. Bayramınız mübarək. Mətanət Əliyeva, TV1.